Xoş gördük izləyicilər. Bugünkü təqdimatımız maarifləndirici xarakter daşıyır. Bu gün sizlərə daşınmaz əmlak sahəsində tez-tez rast gəlinən xüsusi mülkiyyət, paylı mülkiyyət və birgə mülkiyyət anlayışları barədə məlumat verəcəyik. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə isə mülkiyyət hüququ mülkiyyətçinin tək başına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ müxtəlif formalarda ola bilər. Daşınmaz əmlak sahəsində isə ən çox rast gəlinən mülkiyyət formaları fərdi xüsusi mülkiyyət, ümumi paylı mülkiyyət, ümumi birgə mülkiyyətdir. Bizim fəaliyyət sahəmiz daşınmaz əmlak olduğu üçün mövzunu çıxarış üzərindən izah edəcəyik. Fərdi xüsusi mülkiyyət, yəni praktikada tam mülkiyyət adlandırdığımız daşınmaz əmlak, yalnız bir şəxsə məxsus olan və çıxarışında tək bir mülkiyyətçinin adı qeyd edilən daşınmaz əmlak nəzərdə tutulur. Bu halda mülkiyyətçi öz əmlakını müstəqil şəkildə sata, bağışlaya, vəsiyyət edə, girov qoya və ya ona dair digər sərəncamlar verə bilər. İndi isə keçək ümumi mülkiyyət anlayışına. İki və ya daha çox şəxsin mülkiyyətində olan daşınmaz əmlak ümumi mülkiyyət adlandırılır. Ümumi mülkiyyət isə iki növə bölünür: paylı mülkiyyət, birgə mülkiyyət. Paylı mülkiyyət hüququnda hər bir mülkiyyətçinin payı əvvəlcədən müəyyən edilir və çıxarışda adətən 2/1, 3/1 və sair formada göstərilir. Bəzi hallarda isə hər bir pay sahibinin istifadəsində olan hissələr ayrıca otaq və ya sahə şəklində müəyyən olunur və girişləri ayrı ola bilər. Birgə mülkiyyətdə isə mülkiyyətçilərin payları əvvəlcədən müəyyən olunmur. Bu mülkiyyət formasına daha çox ailə üzvləri arasında yaranan əmlak münasibətlərində rast gəlinir. Paylı mülkiyyət hüququna malik olan şəxs öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya və ya ona dair digər sərəncamlar verə bilər. Lakin bu zaman digər pay sahiblərinin qanunla müəyyən edilmiş üstünlük satın alma hüququ nəzərə alınmalıdır. Bu proses digər payçıların notarial qaydasında üstünlük hüququndan imtina etməsi ilə rəsmiləşdirilir. Burada belə bir sual yaranır: niyə paylı mülkiyyətdə digər payçıların üstünlük hüququndan imtinası tələb olunur? Cavab: çünki ümumi paylı mülkiyyətdə satılan pay Azərbaycan Respublikası Mülki Məcəllənin 218-ci maddəsinin 1-ci bəndinə əsasən 3-cü şəxsə satılarkən digər pay sahibləri həmin payı eyni qiymətə və eyni şərtlərlə almaqda üstünlük hüququna malikdirlər. Bu səbəbdən digər payçıların notariat qaydasında üstünlük hüququndan imtina etməsi tələb olunur. Əgər payçı həmin payı almaq istəmirsə və notarial qaydada imtina vermirsə, bu zaman satıcı öz payını 3-cü şəxsə satmaq niyyəti barədə digər payçılara yazılı bildiriş göndərməlidir. Bildirişdə satış qiyməti və digər şərtlər göstərilməlidir. Əgər digər pay sahibləri bildirişin təqdim edildiyi gündən etibarən 45 gün ərzində həmin payı əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Əgər pay üstünlük satın alma hüququ pozulmaqla satılarsa, digər pay sahibləri 3 ay ərzində məhkəməyə müraciət edərək alıcının hüquq və vəzifələrinin özlərinə keçirilməsini tələb edə bilərlər. Ümid edirik ki, bugünkü təqdimatımız daşınmaz əmlakın alqı-satqısı zamanı qarşılaşa biləcəyiniz bu kimi məsələləri daha yaxşı anlamağınıza kömək olacaq.